Yenə mən Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyinin sədri Kamil Abdullayev. Hər vaxtınız xeyir olsun dostlar. Deyirəm ki, bu sosial şəbəkə çox pis vərdişdir. Baxırsan ora, kah əsəbləşirsən, kah nə bilim küsürsən, kah inciyirsən. Ən yaxşısı odur ki, baxmayasan. O da mümkün deyil. Elə bağlayıblar ki, bizi bu sosial şəbəkəyə biz baxırıq. Deməli, indi mən baxıram sosial şəbəkələrdə əsas bu Amerika, İsrail, İran münasibətlərinə, orada olan müharibə ilə əlaqədar olaraq biz baxırıq, görək dünyada nə baş verir. İndi İran haranı vurdu? İndi necə olacaq? Azərbaycanda vəziyyət nətərdir? Kəmaləddin Heydərovun görə neçə villasını vurdular? Bir orada ikisini vururlar, amma içi durur hələ. Nədir belə şeylər. İndi Allahın köməyi ilə bilmirəm də mən Allah bilə məsləhət. Yəqin onları da bu gecə vurarlar. Oğlunu da oradan ekstradisiya eləyibdir. Ondan sonra xalqın qanına suslayar. Yenə də orada villa tikdirər. Nəsə. Gör, mən bir məsələni sizin nəzərinizə çatdırıram ki, bu İlham Əliyevin ətrafının əksəriyyəti xəyanətkardır. Bu xalqın qanına işləyənlərdir. Və eyni zamanda onlar, siz təsəvvür edirsinizmi? Salih Məmmədov var. İndi deyirlər 1 milyard pul apardı. Xarici İşlər Naziri vardı, sabiq Xarici İşlər Naziri Elmar Məmmədyarovun oğlu nə bilim 4 milyard apardı. Ondan sonra Mədəniyyət Nazirinin nə bilim oğuldur, qızdır, bilmirəm nədir. Ondan 2 milyard, 3 milyard da bu apardı. Bu Azərbaycan dağılır. Və bunlar hamısı ölkə rəhbəri İlham Əliyev gətirir vəzifəyə, ola o gətirir də, mən gətirmirəm ki. O gətirir, onlar da ona xəyanət eləyirlər. Sonra da qalır çıxılmaz vəziyyətdə. Çünki özlərinə krışa tapırlar. Avropa ölkələrindən kimisə oradan buradan tapırlar. Bu da yazığım gəlir də, belə bu prezidentə yazığım gəlir ki, bu da qalır arını açar. Görürsən bir Ramiz Mehdiyevi tuta bilmirlər. Nə bilim ittiham irəli sürdülər, nə bilim vətənə xəyanətdə, nə bilim nədə, dövlət əmlakını mənimsəməkdə. 30 ildir sənin yanındaydı. Onda nətər sən bilmirdin, cənab prezident. Və ən əsası odur ki, bu bizim ölkənin rəhbəri, o deyirdi, dəmir yumruq elədilər heç nə. Heç nə. Qardaş, elə bir ölkə varmı ki, onun prezidenti təhqir olunsun, söyülsün, bu qədər söyülsün, bu dərəcədə söyülsün, varmı? Yox. Bunların hamısını onun ətrafının boş olmasıdır. Bugün İlham Əliyev çox yazıq bir adamdır. Onun ətrafı xəyanətkardır. Bunu bilin. Mehriban Əliyev olmasa, İlham Əliyev çoxdan başına əkmişdilər. Yenə geçsin Mehriban Əliyevə yalvarsın ki, çox sağ olsun. Mehriban Əliyevə ki, bugün İlham Əliyevi saxladı. Neçə il idi Ramiz Mehdiyevlə bir yerdə işləyirdi. Niyə o 44 gün ala bilmirdi? Çünki qorxurdu. Müharibə eləməyə qorxurdu ki, mən orada müharibə eləyərəm, Ramiz Mehdiyev də burada çevriliş eləyə bilər. Və Ramiz Mehdiyevin ətrafı da İlham Əliyevi bir dəqiqəni tanıyırlar da ki, bu boş adamdır. Bir dəqiqənin içində aldatmağa nə var ki? Siz təsəvvür edin, ölkə rəhbərinə nə qalır deməmiş olarlar. Şərəfsiz deyirlər, alçaq deyirlər, oğraş deyirlər, vicdansız deyirlər. Onun xanımına, Mehriban Əliyevaya nə qalır deməsinlər. Bunu kim deyir? Bizim Azərbaycanlılar deyir. Bunu erməni demir ki, bunu gürcü demir ki, bunu Avropa ölkələri demir ki, bizim Azərbaycanlılar deyir. Bunlar da kim örgədir? Bizim məmurlar. Prokurorluğa müraciət edirsən ki, burada prezidentin anasına söylər, dədəsinə söylər. Görür biraz imkanı var, pul zadı var. Alır deyirək, sənin nəyinə lazımdır. Kamran Əliyev, bəlkə elə deyil. Bəlkə elə deyil, deyilən ki, elə deyil də. Müraciət edirsən, müraciətin qalır gözündə. Orada da prezidentin anasını, dədəsini, ölüsünü, dirisini söylə buraxırlar ki, bu da bu. Sən də Yeni Azərbaycan Partiyasının üzvü kimi narahat olursan, istəyirsən ki, səsini eşitsinlər. Kim eşidəcək? İlham Əliyev sənin səsini eşidəndir. Ya Mehriban Əliyeva sənin səsini eşidəndir. Evimi əlimdən aldılar. Nəyə görə bilirsənmi? İlham Əliyev şərəfsizdir, namussuzdur, bir qeyrətdir. Mehriban Əliyeva əxlaqsızdır, pozğundur, erməni xalqçığıdır. Bax, bu sözlərə görə mənim evimi, mən onlara qarşı mübarizə apardım. Mübarizəmin nəticəsində də mənim evimi əlimdən aldılar. Mənim başıma olmazın oyununu açdılar. Məni işdən çıxartdılar. Arxalandım, dedim, mənim prezidentim var.
Mənim vitse-prezidentim var. Necə yəni, sən bunları niyə təhqir eləyirsiniz axı? Kim, nə danışsın? Prokuror oradan pulunu aldı, dedi, özü də çağırdı. Dedi, bilsən nə var? Git otur yerində. Nə deyəsən, güc strukturu ilə durub dalaşasın. DTX ilə dalaşmaq olar. O vaxtı Milli Təhlükəsizlik Nazirliyi idi. Onunla dalaşmaq olardı. 2 dəfə, 3 dəfə gəldilər. Dedi ki, ağırlı ol günə. Dedim, başı ağırlı olaq. Dəfələrlə də getdik qəbula, prezidentin müavinlərinin ora-bura qəbuluna. Qəbula yazılandan sonra da daha çox şantaj olundum. Budur İlham Əliyevin siyasəti. Budur. Görürsünüzmü? İndi bu vallahi billahi Allaha and olsun. Qanımı yerə qoyardım. 5 nəfər, 10 nəfər insanlarla mən bu söyüş kampaniyasını tamamilə bir il müddətini məhv eləyərdim. Və demişdim də özümdə. Amma imkan vermədilər. Nəyə görə? Çünki bu biznesdir. Bu indi də gəlinini çıxardıblar, gəlinə söydürürlər. Və İlham Əliyevin gözü qarşısında söyürlər. Nə namusu qalır, nə şərəfi qalır, nə ləyaqəti qalır. Vallahi belə olmaz. Bu cür olmaz. Bu nə deməkdir? Kəmaləddin oradan qazanır, Salih Məmmədov oradan qazanır. Nə bilim, indi də siz təsəvvür eləyin. Bax, Səhiyyə Nazirini yeni qoymuşlar o dövrdə. Teymur Musayev. Teymur Musayev özündən bir nəfər aparat rəhbəri gətirdi. Tural Babayev. Elmi Tədqiqat Tibb Bərpa Enstitüsünə Tural Babayev bir nəfər, bir qadını gətirdi. Rəhmə Atəş. Gətirdi oraya, deməli, müdür gətirdi, qoydu. Poliklinika müdürü. Deməli, bu Rəhmə Atəşin bu tərəfindən baxırsan, o tərəfi görünür. Və gətirib təqdim eləyəndə də dedi ki, xanımın padruqasıdır. Xanım kimdir? Mehriban Əliyeva. Siz təsəvvür eləyin, bundan sonra Mehriban Əliyeva hörmət olarmı? Dedim, ola bilməz. Və araşdırdıq, gördük ki, mənim araşdırmam nəticəsində nazirliyə qədər getdi. Bilindi ki, bunun diplomu da saxtadır. Zarun verilişinə çıxırdı hərdən-hərdən. Özündə Atəş poliklinikası adı var. Bu insan nazirlə Teymur Musayevlə bir yerdə getdilər, istirahət elədilər. Məzuniyyətə çıxdı. Həmin dövrdə. Və gəldi, dedi ki, cənab nazirlə bir yerdə olmuşuq. Sonra dedi, yox, mən elə söz deməmişəm. Bundan sonra bu ölkəyə nə etibar eləyəsən? Bundan sonra bunun prezidentinə nə etibar eləyəsən? Bundan sonra kimə nə etibar eləyəsən? Ağzını da açırsan, hamısı biri-birindən caddır da. Nazirin sözünü qoyub da mənim sözümü tutmayacaq ki, hüquq mühafizə orqanları. Nə qədər şikayətlər oldu? Nə qədər şikayətlər oldu? Amma nə olsun ki? Tərəfini tutdular. Belə olmaz. Bu cür olmaz. Xalq qırılır, xalq batır. Özdə bugünkü gün siz təsəvvür edin, bir aparat rəhbərinin şərəfi, ləyaqəti, namusu prezidentin şərəfindən, ləyaqətindən 100 dəfə artıq tutulur. 1000 dəfə artıq tutulur. Mehriban Əliyevin şərəfi, ləyaqəti, namusu bunlar üçün heç nədir. Deyirsən ki, Mehriban Əliyev Azərbaycanın şərəfidir, ləyaqətidir, namusudur. Həmin dəqiqə səni işdən çıxardılar. Bu mənim başıma gəldi. Dedim, nə şərəf, nə ləyaqət, nə namus, nədən danışırsan sən? Bu erməni haqçığıdır dedi. Sən nə danışırsan? Və bunu mən özüm acı deyirəm ki, 18 ildir. 18 ildir mən deyirəm özüm eşidirəm. Hardadır? Nə idi səndə ki? Şamran Əliyev. Dəfələrlə müraciət eləmişəm. Daxili İşlər Naziri Vilayət Eyvazova dəfələrlə müraciət eləmişik. Prezidentin köməkçilərinə Fuad Ələsgərova. Fuad Ələsgərova nə qədər müraciət eləyirsən elə. Deyir, nə danışırsan? Vay, haqsızlığa bax. Sana köməkli olunacaq. Oradan çıxırsan gəlsən, nə köməkli? Nə köməkli? Ölkə bilirsinizmi? Qanunla idarə olunmur. Qanun var. Amma qanunu idarə edən insanlar yoxdur. Ancaq bugün Konstitusiya Ali Məhkəmənin sədridir. Bugün Konstitusiya baş prokurordur. Bugün Konstitusiya Daxili İşlər Naziridir. Bugün Konstitusiya DTX-dır. Bugün Konstitusiya nazirdir. Kəmaləddin Heydərovdur. Yəni normal Konstitusiya yoxdur. Yəni müstəqil Azərbaycan dövlətinin prezidentinə qoyulan hörmət budur. Bunu siz qoyursunuz. Kamran Əliyev sizin dövrünüzdə də
İlham Əliyevin dədəsinin görünə söyürlər, anasının görünə söyürlər, özünə şərəfsiz deyirlər, namussuz deyirlər, ləyaqətsiz deyirlər. Eyni zamanda da o biri güc strukturları. Sizin dövrünüzdə də, yəni bunu qarşısını almaq çətindir. Yaxşı, oraya Avropaya əliniz yer çatmır. Buradakilərin də qarşısını ala bilmirsiniz. Buradakini niyə qarşısını ala bilmirsiniz? Əgər sizə müraciət olunursa, bəs güc strukturusu sizə müraciət eləyirik ki, bax belə bir hal var və bunu sizə sübut eləyirik. Amma siz deyirsiniz, nə Mehribanın namusu, nə İlhamın namusu, pulunu gətirək. Eyni zamanda da başqa digər dövlət qurumları. Bu dözülməz haldır. Bu insanın ürəyini parçalayan haldır. O deyir ki, bir şairin bir sözü var idi, görüm yadıma sala bilirəmmi? Deyir, qorxuram dostumun alçaqlığından. İndi hara baxıram, nədənsə qorxmuram, qorxuram dostumun alçaqlığından. İndi hara baxırıq ki, gedirsən ki, məsələn, ürəklə gedirsən, prezidentin köməkçisinin qəbuluna getdi. Sözünü deyirsən ki, bəs bu həll olunacaqdır. Nə həll olunmağa ki? Nə həll olunmağa? Bunlar hamısı boş şeylərdir. Getməyin o tərəflərə. Nə prezidentin köməkçisinin qəbuluna gedin, nə prokurorun qəbuluna gedin, nə polisin işinə gedin. Çünki bunların işi, gücü pul yığmaqdır. Pulun varsa işin var. Pulun yoxsa işin yoxdur. Məhkəmələr də ki, Allah göstərməsin. Məhkəməyə gedib müraciət edirsən, ya mən prezidentimə söyürlər, deyirlər, pulun var. Deyirsən, mən niyə pul verim, o söyübdür. Deyir, onda get. Gitdir. Git işinə məşğul ol. Və işdən də səni azad eləyirlər. Qalırsan qıçaların göydə. Bu da sənin prezidentinə dəstək. Sənin prezidentinə dəstək. Bu da dəstəyin. Bax, evimizi əlimizdən aldılar, maşınımızı əlimizdən aldılar, şərəfimizi əlimizdən aldılar, namusumuzu əlimizdən aldılar, qeyrətimizi əlimizdən aldılar. Hələ bu prezidentə çatmır ki, bu qədər iş görmüsə, bu şərəfin, ləyaqətin, namusun tapdalanır. Nədir, sən Yeni Azərbaycan Partiyasında 20 nəfər yoxdur, 10 nəfər yoxdur ki, məsələni yoluna qoysun. Bir dənə ziyalı durub sənin haqqında bir dənə müsbət fikir söyləmir. Hamısı baxırsan, baboş, nə bilim, orada artist, burada 3 uşaqla başqasına ərə gedənlər, mənim canım prezidentimdir. Bu Mirşahini biz başa düşürük ki, Mirşahin gözəl insandır, savadlı insandır, ağıllı insandır. Nə olar, Mirşahindən başqa jurnalist yoxdurmu ki, səni tərifləsin? Bunu özləri qəsdən buraxırlar ki, sən hörmətdən düşəsən. Mirşahin səni nə qədər tərifləyirsə, bir o qədər hörmətdən düşürsən. Allaha and olsun, az qalıb. Mən qorxuram ki, bizim bu cənab prezidentin də axırı Qəddafinin axırı kimi olacaq. Mən qorxuram ki, bizim cənab prezidentin də axırı Səddam Hüseynin axırı kimi olacaqdır. Buna alışıram, yanıram. Mən hər şeyimi itirərəm, amma istəmərəm ki, mənim prezidentimin başından bir dənə tük əksik olsun. Və yaxud da Mehriban xanımın başından bir dənə tük əksik olsun. Mən bunu istəmirəm. İstəmərəm də. Amma hər şey göz qabağındadır. İndi mən istəmədiyim kimi, bəs siz də eləyin də. Siz də kömək eləyin də. Bir il mənə vaxt verin. Bir il müddətində mən bütün bu söyüş kampaniyasını kimlər yaradıb, nətər olub, necə olub, nədir, hamısını bir yolu yox eləməsəm, qeyri-hökumət təşkilatının rəhbəri kimi, onda mən heç nə bilmirəm. Eləyim də, nə olar ki, müvəqqəti olaraq mən o kontakt yaradım da. Mən eləyərəm. Bunları problem deyil. Amma problem odur ki, bu insanlar var sizin ətrafınızda. Onlar söyüş kampaniyasını biznesə çeviriblər. Və hardasa özləri deyirlər, get bu cür söy. Get Mehribanın anasının görünə söy. Get Alenaya söygünən. Əllərinə nəsə bir girəvət düşübdür. Get 4-5 dəfə söy. Bilirlər də insanın o peysərinə nələr toxunur. Bilirlər insanın şərəfinə nələr toxunur. Mən utanıram ki, mənim ölkəmin birinci vitse-prezidentinə, mənim ölkəmin prezidentinə qarşı bu cür naləyiq, əxlaqsız ifadələr işlədirsin, söyüşlər söyülsün. Axı 44 günü yaradan bu cənab prezident olubdur. İndi onu buradakılar, o varlılar var, milyarderlər var. Bunlar istəyir ki, o milyonları, milyardları rahatlasınlar. Ona görə İlham Əliyevin başını qatırlar. Bu da başqatanlıqdır, başqa hiçbir şey yoxdur. Bununla başlarını qatırlar, o tərəfdən də uğuruyurlar. 30 milyonluq gedir villa tikdirirlər. Görün yollar nə gündədir, bərbad gündə. Görürüz də bir baxır.
Və bunların hamısının arxasında prezidentin ətrafı durur. Başqa adam heç vaxtı prezidenti söydürməz. Onun ətrafıdır söydürən. Diqqətinizə görə çox sağ olun, var olun. Mən də üzülürəm ki, mənim cənab prezidentimə təhqir eləyirlər, onun ailəsini təhqir eləyirlər, onun xanımını təhqir eləyirlər. Amma buna bir tədbir görmək lazım. Tədbir görməyəcəklər. Heç kim görməyəcək. Sənin nə hüquq mühafizə orqanların tədbir görəcəkdir. Ola bilsin tutub aparıb soxarlar məndə ki, sən niyə bunlar ayıldırsan, sən bunu niyə deyirsən? Sən deməməlisən bunu. Olsun da, olsun. Onsuz da hər şeyimizi itirmişik. Mənim başıma nə oyun gəlibsə, İlham Əliyevin prezident olduğu dövrdə gəlibdir. Bəziləri deyir, 72, yaxşı vəzifəm var. Mənim nə vəzifəm var, nə heç nəyim var, nə evim var, nə eşiyim var, heç bir şeyim yoxdur. O 72-ni yazanlar da elə bil ki, atalarına yazırlar onu. Mən olanı deyirəm. Mən konkret olaraq onu demək istəyirəm ki, bizim bu ölkənin rəhbəri yazıq adamdır. Bunu bilmək lazımdır. Və onu saymırlar. Bugün nə səhiyyə sayır, nə təbib sayır, nə təhsil sayır. Görün təhsilimizə baxın. Təhsilimiz nə gündədir? Bərbad gündə. Və 100 dəfə Emin Əmrullayev çıxsın desin ki, təhsilin keyfiyyətdən söhbət getmir. Ancaq kəmiyyətdən söhbət gedir. İndi siz təsəvvür edin. Bu bizim tələbələr, bunlar artıq normal şuurlu tələbələr də. Bunlar görür ki, Vəfa Şərifova oxumayıb eləməyib. Altındakı maşına baxır, görür ki, qəşəkdə dolanır. O birisilər, adlarını bilmirəm daha doğrusu. Şəbnəm Tovuzlu. Baxır, görür ki, qəşək dolanıb, savadı yox, bir şey yox. Heç bilmir ki, Türkiyə hardadır, onun mərkəzi haradır, özü haradır, bilmir də. Amma yaxşı pulu var, gedir, gəzməyə gedir. Paytaxtını sadəcə bilmir ki, haradır. Və yaxud da digərləri. O da qalsın o tərəfə. Blogerlər var ki, üstünü başını açırlar, milyardlar xərcləyirlər də, həclər var da, insanlar var ki, onlara pul xərcləyir. Bunu da bizim tələbələr görür. Ondan sonra hansı köpək oğlu tələbə gedib oxuyar? Ya qızı, ya oğlu. Görür ki, gedib mən də qoşulacam onlara. Gül kimi də hörmətləri var. Oxuyacam, biraz da orada, burada bir həcinin, məcinin birindən də dolanacam. Bu da sənin təhsili. Bu da sənin təhsilin. Yalandan 1500 aparıb nəyə illik verirsiniz ki? Budur. Bundan sonra kimdir İlham Əliyevi sayan, kimdir Mehriban Əliyeva sayan? Artıq cahilliyə biz doğru gedirik. Cahilliyə. Təhsil yox, səhiyyə yox, mədəniyyət yox. Mədəniyyət olsa prezidenti söyməzlər. Təhsilimiz olsaydı inkişafdan qalmazdıq. Səhiyyəmiz də ki, göz qabağındadır, Allah göstərməsin. Nəysə, Allah bizə ömür versin. Allah bizi qorusun. Allah prezidentimizi qorusun. Allah Mehriban xanımı qorusun. Mehriban xanım gəlməsəydi 2017-ci ildə, indi İlham Əliyevin dalından dəymişdilər. Çoxdan indi İlham Əliyev getib. Nədir? Qəddafinin yanındaydı, o birisinin Hüsnü Mübarəkin yanındaydı. Belə. Yəni, bugünə kimi hələlik Allah qoruyubdur. İndən sonra da Allah özü qorusun bizim prezidentimizi də, vitse-prezidentimizi də. Biz də insaflı olaq da, indi görək, hardansa bu söyüşləri dayandırmaq lazımdır. Kömək eləyin, kömək olaq, biz gedək də. Biz gedək, mən dayandıra bilə, bir il müddətinə bütün söyüşləri dayandırarıq. Amma siz imkan vermirsiniz. Çünki söyüşlə biznes qurmuşsunuz. Nəysə, diqqətinizə görə sağ olun.